şagirdlər, həm müəllimlərin işə qəbulu və şagirdlərin də təmayül siniflərə seçilib-seçilməməsi ilə bağlı qərarlar nə vaxtdan açıqlanmağa başlayacaq? İzləyicilərimiz bir daha eşitsinlər, zəhmət olun. Müəllimlərin müsahibəsinə növbəti həftədən 3 avqustdan etibarən biz start veririk. İlkin olaraq Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin, yəni buraxılış fənləri adlandırdığımız fənlərin müsahibə mərhələsi start götürəcək və başlayacaq biz birinci gündən, yəni 3 avqustdan etibarən. Və buna müvafiq olaraq da müəllim əgər müsahibədə uğur qazanıbsa, müəllimə SMS vasitəsilə məlumat gedəcək. O ki, qaldı şagirdlərə, şagird qeydiyyatı 1 sentyabra qədər uzadılıb. Bunun da əsas məqsədi bundan ibarət idi ki, necə ki, sualı ünvanlayan və yayına gec qoşulan izləyicilərimiz də var, elə də layihədən daha gec xəbər tutan ailələrimiz var, valideynlərimiz var. Həmçinin də 10-cu sinifə kütləvi qəbul vaxtı avqust ayı olduğuna görə digər ümumi təhsil müəssisələri üçün də biz bu bərabər hüququ da təmin eləmək üçün qeydiyyat tarixini 1 sentyabra qədər uzatdıq. Lakin bizim bir çox məktəblərimizdə layihə çərçivəsində artıq şagirdlərlə bağlı rəsmiləşmə işlərinə başlamışıq. Bunu necə edirik? Qeydiyyatdan keçmiş şagirdlərin siyahısına uyğun, müvafiq olaraq siyahılar bilirsiniz ki, elektron qəbul mərkəzləşmiş formada həyata keçirildi bizim tərəfimizdən. Siyahılar 31 müəssisəyə ayrı-ayrılıqda məktəblər üzrə qeydiyyatdan keçən şagirdlər, onların buraxılış imtahan nəticələri və digər zəruri məlumatları göndərilir. Onlar isə valideynləri və şagirdləri dəvət edərək, valideyn təbii ki, buna rəsmi olaraq ərizə ilə müraciət etməlidir. Valideynlərin ərizələri əsasında şagirdlərin məktəbə qəbul olduqları rəsmiləşdirilir. Həmin məktəblərdə bütün təmayül istiqamətlər üzrə şagirdlərin qəbulu yekunlaşdıqdan sonra ki, bu yenə deyirəm 1 sentyabra qədər yekunlaşması nəzərdə tutulur, digər bütün şagirdlər layihədə iştirak hüququ qazanıb-qazanmadıqlarını öyrənmiş olacaqlar. Daha dəqiq tarix vermiş olsaq, 1 sentyabr şagirdlər üçün bunun son tarixidir. Şagirdlər bundan məlumatlı olacaqlar. Müəllimlərin müsahibəsi